Son dəqiqə xəbərini diqqətinizə çatdırırıq. Belə ki, Bakının Səbail rayonu ərazisində yerləşən Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb və hərəkət qismən məhdudlaşdırılıb. Mərkəz TV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirlikləri birgə məlumat yayıb. Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb. Yaranan vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sürücülərdən alternativ olaraq 20-ci sahə adlanan ərazi vasitəsilə hərəkət etməklə Köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur. Hazırda ərazi nəzarətdə saxlanılır və vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsizlik istismarı üçün aidiyyatı qurumlarla birgə müvafiq tədbirlər görülür.